Evlərə olduğu kimi torpaq sahələrinə də çıxarış alınması vacibdir. Torpağın sənədsiz olması onun sahibini bir çox imkanlardan məhrum edir. Gələcəkdə belə torpaqda aparılan əkinlərə görə dövlət dəstəyi, yəni subsidiya da verilməyəcək. Bəs torpağa çıxarış almaq üçün hansı sənədlər lazımdır? Pay torpaqlarına necə çıxarış almaq olar? Bu zaman hər hansı bir rüsum tələb olunurmu? Təfərrüatları sujetdə. Torpaqlar kənd təsərrüfatı və ya yaşayış təyinatda ola bilər. Hər iki halda vətəndaş ilkin sənədləri toplayıb çıxarış üçün təqdim etməlidir. Bu sırada ən aktual məsələlərdən biri üzərində ev tikilən torpaqlardır. Bu torpaqların bir çoxunu vətəndaşlar 2007-ci ilədək bələdiyyələrdən alıblar. Bununla bağlı ilkin sənəd daşınmaz əmlakın dövlət kadastri və reyestrinə təqdim olunmalıdır. 2007-ci ildən sonra isə bələdiyyələr torpaqları yalnız hərrac yolu ilə satdığından burada verilən sənəd fərqlidir. 2007-ci ildən hərracın nəticələrinə dair arayışı təqdim etməklə və həmin sonra da bələdiyyələr birbaşa elə vətəndaşla alqı-satqı yolu ilə həmin torpaq sahələrini vətəndaşlara verirlər və bu alqı-satqı ilə olunan torpaq sahələrində bir çoxu artıq çıxarışla təmin olunur. Qeyri-yaşayış məqsədli torpaqların da sənədləşdirilməsi üçün vətəndaşlar əllərində olan ilkin sənədləri təqdim etməlidirlər. Bura həm müstəqillik dönəmində, həm də Sovet dövründə verilmiş sənədlərə aiddir. Qeyri-yaşayış torpaqları içərisində pay torpaqlarını xüsusi qeyd etmək lazımdır. Əgər hər hansı vətəndaşlarda keçmiş torpaq xəritə çəkmə komitəsinin dövlət islahat proqramı çərçivəsində vətəndaşlara verilən dövlət aktı kimi qeyd edilən sənədləri varsa, müvafiq olaraq onlar Dövlət Reyestr Xidmətinə və ya Asan Xidmət Mərkəzlərindəki Əmlak Məsələləri Dövlət Xidmətinin Reyestr Xidmətinə müraciət etməlidirlər və onların yenilənməsini həyata keçirməlidirlər. Xidmət tərəfindən səyyar bilirsiniz ki, rayonlardan da bu iş həyata keçirilir. Prezident İlham Əliyevin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında 2021-ci ildə imzaladığı fərmana uyğun olaraq indiyə qədər pay torpaqlarının sahibi olan 58.024 ailəyə dövlət vəsaiti hesabına, yəni heç bir rüsum ödəmədən çıxarış verilib. 384.760 dövlət aktı isə çıxarışla əvəz edilib. Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, gələcəkdə problem yaşamamaq üçün pay torpaqlarını sənədləşdirsinlər. Bu gələcəkdə onları həmin torpaq sahələrini girov qoymaqda, bağışlamaqda, satmaqda çox vacibdir. Subsidiyaların verilməsi ilə bağlı məsələyə də gəldikdə isə ilk növbədə kəndlidən torpağın sənədi tələb olunur ki, bu da vacib olan həmin o elektron qaydada hazırlanan və həmin vətəndaşa verilən çıxarışdır. Qeyd edək ki, qanuna əsasən yalnız çıxarışı olan əkin sahələrinə görə subsidiya verilməlidir. Amma prezidentin fərmanı ilə bu tələb daha 2 il təxirə salınıb. Başqa sözlə, vətəndaşlara möhlət verilib. 2027-ci il yanvarın 1-dən sonra isə çıxarışsız pay torpaqlarında aparılmış əkinlərə görə subsidiya verilməyəcək. Əziz Əzizov, Şəkərnaz Şahaliyeva, Vəfa Şəhlai, İqtisadi Zona.